Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünya üzrə çoxuşaqlı ailə anlayışı ölkədən ölkəyə fərqlənir. Bir çox ölkədə 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. Azərbaycanda isə rəsmi olaraq 5 və daha çox uşaqlı ailələr bu kateqoriyaya aid edilir. Lakin sosial müavinət və digər güzəştlərdən yararlanmaq üçün ailədə ən azı 6 uşaq olmalıdır. Bəs niyə çoxuşaqlı ailə meyarı 4 uşağa endirilmir və 4 uşaqlı ailələr müavinət ala bilmir? Xəbər verilir ki, açıqlamasında sosioloq Mahir Yaqubun fikrincə, Azərbaycanda bu meyar nəinki 4, hətta 3 uşağa qədər endirilməlidir. Çünki statistikaya göstərir ki, hazırda Azərbaycanda hər ana başına orta hesabla 1,6 uşaq düşüyor. Bu rəqəm hətta 2-yə də çatmır. Ona görə də artım tempi ciddi şəkildə azalır. Təklif edirəm ki, dövlət çoxuşaqlı ailə meyarını 3 uşağa endirsin və bu ailələrə xüsusi diqqət ayırsın. Yəni 3 uşaqlı ailələrə dəstək göstərilsin ki, artım tempi yaransın. Sosioloq hesab edir ki, Azərbaycanda çoxuşaqlılığı artırmaq üçün bu addım vacibdir. Dövlət mütləq bu istiqamətdə qərar verməlidir. Yəni uşağı olan çoxuşaqlı ailə hesab olunmalıdır. Əks halda qarşıdakı 20-30 il ərzində ölkədə əhali sayında ciddi azalma müşahidə olunacaq.